Buradan mənim sualım Akord İlqaradır, Mehmanadır, Qabilədir və başqalara. Siz orada Avropada yaşaya-yaşaya həmişə Azərbaycanı müzakirə edirsiniz. Yaxşı, dövləti başa düşdüm. İndi Azərbaycanın xanımlarını niyə müzakirə edirsiniz? Biri deyir ki, Qodnisanovun qızı deyil, hörmətli xanım. O onu tanıyırdı. O birisi deyir ki, hörmətli xanımın 20 minlik sumkası var. O birisi nə isə başqa sözlər deyir. Ha vaxtdan Azərbaycan kişilərinə yaraşıb ki, kiminsə xanımını müzakirə eləsinlər. İlqar müəllim, sizin yoldaşınızı Sona xanımı kimsə müzakirə eləyir? Ha? Kimsə sizin evladlarınızı müzakirə eləyir? Bəlkə siz pis yaşamısınız? Evladlarınızın 4'ü də başda David olaraq Şveysariyada oxuyublar. Mehman, bəs sən necə yaşayırdın? Qabil, sən də yəqin ki pis yaşayırdın. İndi oturmuşsunuz orada kiminsə qucağında və səhərdən axşama qədər bizi söyürsünüz. Pis sözlər istifadə edirsiniz. Qeyri-etik və səhərdən axşama qədər güya ki oradan hürməklə nəsə düzələcək. Mən başa düşürəm, nədənsə razı deyilsin. Amma heç vaxt Azərbaycan kişisinə yaraşmır başqa insanın həyat yoldaşını müzakirə eləməyə. Eləməyin. Siz ilk öncə kişi olmalısınız. Bacarın bunu. Sağ olasın.